Salam əziz izləyicilər. İyun ayı sakit, hətta ləng bir ay olacağını vəd edir. Lakin bu o demək deyil ki, bu onlarca bürcün nümayəndələrinin həyatında mühüm hadisələr və dəyişikliklər gətirməyəcək. Yayın ilk ayı təkcə tətil mövsümünün başlanğıcını deyil, buna görə də bir çox layihələrdə məcburi fasilələr, həm də yeni fürsət pəncərələri gətirəcək, lakin onlar əsasən işlə bağlı olmayacaqlar. İyun ayında ulduzların bürclərin nümayəndələrinə nə vəd edir? Buyurun, izləyin. Abunə olmağı unutmayın. Ulduzlar Qoç bürcünə sürprizlər və fövqəladə hallar olmadan çox stabil bir ay vəd edir. Nəyinsə sizin dincliyinizi və ya maliyyə balansınızı pozması ehtimalı azdır. İyun bir çox şeylər üçün yaxşıdır. Xəyal edə və arzularınızı gerçəkləşdirə bilərsiniz, səyahətə çıxıb yeni evə köçə bilərsiniz, həyatınızı yenidən düşünüb taleyüklü qərarlar qəbul edə bilərsiniz. Bunun üçün get. İş sferasında vəziyyətlər əvvəlcədən planlaşdırılan plana uyğun hərəkət etməyə imkan verəcək, kiçik sapmalar mümkündür. Lakin onların qlobal olması ehtimalı azdır. İndi əvvəllər qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün hər şans var. Eyni zamanda ulduz falı xüsusən də rəhbərliklə münasibətdə təmkin göstərməyi, sərt bəyanatlardan və yüksək tənqiddən qaçmağı, hətta və xüsusən də bunun üçün hər cür səbəb varsa tövsiyə edir. Sevgi sahəsinə gəldikdə, burada bir tərəfdaşla dürüstlük və səmimiyyət xüsusilə vacib olacaq. Bürclər tənha bürcün nümayəndələrinə birinə rast gələn və yalnız etirafla gecikməməyi tövsiyə edir. Münasibətdə olan və dəyişiklik ehtiyacı hiss edənlər üçün, bu əlaqəni davam etdirmək istəməyinizdən və ya onu pozmaqda qərarlı olmağınızdan asılı olmayaraq, bu barədə birbaşa partnyorunuzla danışın. Bürclərdən xüsusi məsləhət, dedikodulardan və bir günlük perspektivsiz münasibətlərdən çəkinin. Bürclər buğaya mövqələrini yaxşılaşdırmaq üçün bir çox şanslar vəd edir. Ancaq bir şey var, pulsuz işləməyəcək, fürsətləri vaxtında görməli, onlardan ağıllı istifadə etməli və onları həyata keçirmək üçün çox çalışmalı olacaqsınız. Ancaq bu anda iddialı məqsədlər qoymayan işarənin nümayəndələri üçün sadəcə vəzifələrini rəvan yerinə yetirmək kifayətdir və hər şey heç bir əlavə səy tələb etmədən döyülən yol boyunca yuvarlanacaqdır. Önümüzdəki ayda öz hisslərinizə güvənmək çox vacib olacaq. Tələsməyə ehtiyac hiss etmirsinizsə, ətrafınızdakı hər kəs sizə bunun əksini söyləsə belə, hərəkətlər və qərarlar verməklə tələsməyə ehtiyac yoxdur. Şəxsi həyatınızda əlamətdar hadisələr ehtimal olunur. Sevdiyiniz insandan taleyüklü təklif, birlikdə həyata başlamaq və ya evlənmək, münasibətdə yeni olanlar üçün uşaq sahibi olmaq və ya başqa ölkəyə köçmək haqqında ola bilər və ya həyatınızı dəyişdirəcək biri ilə görüş. Burada da qərar verməklə vaxtınızı ala bilərsiniz, baxmayaraq ki, belə şeylər üçün vaxt çox əlverişlidir. Xüsusi ulduz falı məsləhəti, dəyişiklikdən qorxmayın. Bürclər əkizlərə xəbərdarlıq edir, asan olmayacaq. Yaxşı xəbər uzun sürməyəcək. Bir qaşıq bal, sonda hər şey sizin üçün yaxşı olacaq. Ulduzlar işə xüsusi diqqət yetirməyi məsləhət görürlər. Burada əhval-ruhiyyə və tendensiyalara həssas münasibət göstərmək, münaqişələrdən, təxribatlardan qaçmaq, tələsik qərarlar qəbul etməmək vacib olacaq. Çoxları üçün sevgi sahəsi ön plana çıxacaq. Bəziləri üçün qeyri-ciddi sevgi, digərləri üçün uzunmüddətli münasibətlərin gücünün sınağı. Ulduzlar birincilərə gələcəyə güvənməməyi, anın həzzini almağı və çox da irəliyə baxmamağı məsləhət görür. Sonuncu kəskin qərarlar qəbul etməmək, vəziyyətin sürüşməsinə icazə vermək və sonradan sıralamaq. Maliyyə məsələlərində diqqətli olmaq, ani bir tendensiyanın təsiri altında böyük məbləğdə investisiyalar yatırmamaq vacibdir. Ancaq əlavə gəlir üçün təkliflər alsanız, hər şeyi diqqətlə ölçmədən onu fırçalamayın. Bürclərdən xüsusi məsləhət, yox deməkdən çəkinməyin. Ayın əvvəli bir çox xərçəngləri ümidsizliyə sala bilər. Xoşagəlməz hadisələr, başqalarının məyus edici davranışı, vaxtsız görünəcək hadisələr. Bürclər vaxtından əvvəl əsəbləşməməyi, hadisələrin təbii gedişatına dərhal müdaxilə etmədən hekayənin biraz inkişaf etməsinə imkan verməyi, müşahidə etməyi təklif edir. Belə bir fasilə həm baş verənləri, həm də hər şeyə öz münasibətinizi daha yaxşı başa düşməyə
balanslaşdırılmış və düşünülmüş qərarlar qəbul etməyə imkan verəcəkdir. Və sonra vəziyyət bir çox cəhətdən yaxşılaşacaq, çoxdankı planlarınızı həyata keçirmək üçün gözlənilməz bir fürsət pəncərəsi görünəcək, üstəlik iyun sizə özünüzdə heç şübhə etmədiyiniz istedadları kəşf etmək şansı verəcəkdir. Bütün bunlarla birlikdə sevgi mövzusu ön plana çıxacaq. Bürcün tənha nümayəndələri özlərini görüşlər və maraqlı tanışlıqlar burulğanında tapacaqlar və artıq evliliklə bağlı olanlar romantik yüksəliş dalğası yaşayacaqlar. Bürclərdən xüsusi məsləhət, özünüzlə qalın və başqasının melodiyasına uyğunlaşmağa tələsməyin. Kənardan belə görünəcək ki, iyun şirlər üçün uğursuz aydır. Haradasa nəsə səhv gedəcək, tədarükçülər və ya müştərilər sizi və ya bəlkə də hər ikisini ruhdan salacaq, vacib təyyarə gecikəcək, maliyyə daxil olmaları azalacaq. Amma daha dərindən baxsanız, ay həmişəkindən daha əlverişlidir. Bürcün nümayəndələri özlərini başa düşə, yaxın və uzun müddətli perspektivdə öz prioritetlərini müəyyən edə biləcəklər, bütövlükdə çox şeydən qurtula biləcəklər. Lazımsız şeylər. İş həmişə olduğu kimi şirlər üçün böyük əhəmiyyət kəsb edəcək, rutin işlərdən qaçmaq mümkün olmayacaq və şirlərin əlindən nəzarəti itirmək qaydalarına daxil deyil. Lakin ulduz falı yenə də diqqəti ailə və yaxınlarınıza yönəltməyi məsləhət görür. Yaxınlarınızı dinləyin, ehtiyaclarına diqqət yetirin. Bu həm onlar, həm də sizin üçün vacibdir. Maliyyə məsələlərində hər şey sabitdir, lakin böyük alışlar, eləcə də investisiyalar üçün vaxt uyğun deyil. Sürətli pulun dalınca getməyin və xərcləməzdən əvvəl 2 dəfə düşünün. Xüsusi ulduz falı məsləhəti, faktlarla hərəkət etməzdən əvvəl onları yoxlamağı unutmayın. Bürclər qızlar üçün maraqlı və çox məhsuldar bir ayı proqnozlaşdırır. Bürcün nümayəndələri qarşısında çoxlu imkanlar açılacaq və ən cəlbedici və perspektivli olanları seçmək üçün onların bütün sağlam düşüncəsi və özünü idarə etməsi lazım olacaq. Ayın çətinliyi, lazımsızları kəsin, diqqətinizi əsas şeyə cəmləyin, yalnız bu yanaşma ilə planlaşdırdığınıza nail olmaq mümkün olacaq. Bürcün bəzi nümayəndələri üçün bu əsas şey istirahət olacaq. Hətta ən zəhmətkeş insanların da buna ehtiyacı var. Unutmayın, bütün pulları qazana bilməzsiniz, bütün mükafatları qazana bilməzsiniz. Bəzən özünüzə fasilə vermək, öz sağlamlığınıza vaxt ayırmaq, yaxınlarınız və yaxın dostlarınızla görüşmək və nəhayət sadəcə nəyə nail olduğunuzu və bundan sonra hara getmək istədiyinizi dərk etməlisiniz. Belə fasilələr bəzən ən gərgin iş günlərindən daha faydalı olur. Bürcün tənha nümayəndələri həyatlarına əhəmiyyətli dərəcədə təsir edə biləcək maraqlı görüş gözləyə bilərlər. Bürclərdən xüsusi məsləhət, daha çox düşünün və daha az təlaşa salın. Ulduzlar tərəzi üçün az qala buludsuz bir dövr vəd edir. Bu, əlbəttə ki, heç bir mənfi məqamın olmayacağı anlamına gəlmir, sadəcə olaraq 2025-ci ilin iyununda hər şey ördək kürəyindən çıxan su kimi olacaq. Qohumlarla xırda mübahisələr, siz bunu mehribanlıqla həll edəcəksiniz, sevdiyiniz insanla gülməli mübahisələr. Yalnız bir-birinizi daha yaxşı başa düşməyə kömək edəcək işdəki münaqişələr ofisdən çıxan kimi unudulacaq. Bütün bunlarla birlikdə işdə yüksəlmə şansı var, muzla işləyənlər üçün və ya biznesin genişləndirilməsi, öz işi ilə məşğul olanlar üçün. Sonuncu üçün ulduz falı ipucu. Bu ay layihənizin adətən kölgədə qalan tərəflərinə xüsusi diqqət yetirin. İyun ayı həm də görüşlər üçün əla vaxtdır və bu həm indi subay olanlara, həm də artıq münasibətdə olanlara aiddir. Uşaqsız və iş mesajları söndürülmüş 2 nəfərlik romantik səyahət bu konkret insanı niyə seçdiyinizi xatırlamağa kömək edəcək. Bürclərdən xüsusi məsləhət, həyatınızı 180 dərəcə döndərə biləcək mühüm qərarlar qəbul edərkən, bütün müsbət və mənfi cəhətləri diqqətlə çəkin. Əqrəbləri gözlənilmədən gərgin bir ay gözləyir. Evdə bir çox problemləri həll etməli olacaqsınız, həmişə özünüzün deyil və işdə çox şey sizin diqqətinizi və iştirakınızı tələb edəcək. Təzyiqlərə təslim olmamağa və tələsməməyə çalışın. Bəzi şeylər öz-özünə həll olunacaq və həddindən artıq müdaxilə bu prosesi yalnız gecikdirəcək. Eyni zamanda iyun ayı müxtəlif arayışların, sertifikatların tərtib edilməsi və müqavilələrin bağlanması üçün çox əlverişlidir.
Nə danışırıqsa daşınmaz əmlak, təhsil və ya turizm xidmətlərinin göstərilməsi, hər şey sənədlərlə qaydasında olacaq. Ancaq şəxsi münasibətlərə xüsusi diqqət yetirilməlidir. Ola bilsin ki, sizin çevrənizdə yaltaqların maskası altında hiyləgərcəsinə gizlənən bədxahlar var. Əksinə qərəzli münasibət bəslədiyiniz insan əslində xeyirxah bir insandır. Nəhayət, yeni tanışlıqlara daha yaxından baxın, onlardan bəziləri onu daha yaxından tanımağa layiqdirlər. Xüsusi ulduz falı məsləhəti, məsləhətlərə qulaq asın, amma nəzarəti əldən verməyin. Oxatan bürcünü kiçik, lakin çox əhəmiyyətli dəyişikliklər gözləyir. Deyəsən, heç nə kəskin dəyişməyəcək, hər şey öz yerində qalacaq, lakin vurğular başqa cür yerləşdiriləcək və bu manevr üçün daha çox yer yaradacaq, yeni yollar və üfüqlər açacaq. Bürcün bir çox nümayəndəsi prioritetlərini yenidən nəzərdən keçirəcək və xırda şeylərdən yayınmadan əsas şeyə diqqət yetirəcək, belə bir strategiya dərhal bəhrəsini verəcəkdir. İstədiyiniz və xəyal etdiyiniz qədər böyük deyil. Amma onların sayəsində düzgün istiqamətdə irəlilədiyinizi görəcəksiniz. Biznes sahibləri bəzi kardinal qərarlar qəbul edə bilərlər, lakin bu ay muzla işləyənlər üçün ulduz falı tələsməməyi və qeyri-müəyyən tendensiyaları izləməməyi, şübhəli mütəxəssislərin məsləhətlərinə etibar etməməyi və ümumiyyətlə sözlərinizi və hərəkətlərinizi diqqətlə izləməyi tövsiyə edir. Sevgi işlərində çox yaxşı vəziyyət yaranacaq. Oxatan daha əvvəl buraxdığı səhvləri düzəltmək, üzr istəmək, düzəliş etmək və sıfırdan başlamaq şansı qazanacaq. Bürcün tənha nümayəndələrini maraqlı görüşlər gözləyə bilər, amma unutmayın, kimsə ilə görüşmək üçün hələ də onların evini tərk etməlisiniz. Bürclərdən xüsusi məsləhət, başqalarının standartları ilə yaşamayın. İyun ayında oğlaqlar üçün əsas vəzifə çox qeyrətli olmamaq, israr etməmək, təzyiq etməməkdir. Hər hansı bir həddindən artıq hərəkət nəzərdə tutulanın birbaşa əksi olan nəticə ilə doludur. Boş oturmağa ehtiyac yoxdur və bunu necə edəcəyinizi də bilmirsiniz. Amma mütləq fəaliyyətinizi dozaya salmalı və səylərinizi bölüşdürməlisiniz. Cilovları biraz buraxın, bu sizin üçün asanlaşacaq və işlər asanlaşacaq. Sizə bir şey demək və ya məsləhət vermək istəyən hər kəsə diqqətlə qulaq asın və diqqətlə təhlil edin. Bəzən insanın iradəsinə zidd olan sözləri onun niyyətini ortaya qoyur. Ətrafınızdakı insanların heç də hamısı öz hərəkətlərində səmimi deyillər. İndi onları müəyyən etmək və mümkünsə onlardan uzaqlaşmaq vaxtıdır. Yaxud heç olmasa onların fikir və məsləhətlərini nəzərə almağı dayandırın. Sevgidə hər şey istədiyiniz qədər sabit olmaya bilər, amma bu əlbəttə ki darıxdırıcı deyil. Və sonda hər şey tam olaraq çoxdan xəyal etdiyiniz şeyə gələcək. Bürclərdən xüsusi məsləhət, yalnız başqaları üçün yaşamayın, özünüzü seçin. İyun ayında dolçalar özlərini bir qədər boş hiss edəcəklər. Çox güman ki, bu zamana qədər cari işlərinin aslan payını tamamlamış olacaqlar və onlar çətin seçim qarşısında qalacaqlar. Nə etməli, sonra hara getməli? Yaxşı xəbər, çoxlu imkanlar olacaq, seçim kifayət edəcək. Daha bir xəbər, seçim asan olmayacaq. İşdə tanış şeylərə bağlanmamağa çalışın, öyrəşdiyinizdən daha geniş baxın və hərəkət edin. Əgər belə bir variantı ödəyə bilirsinizsə, biraz geri çəkilin, işinizə kənardan baxın, bu xüsusilə öz biznesi olanlar üçün faydalı olacaq. Burada söndürə bilmirsinizsə, kənardan etibarlı adam cəlb edin, qərəzsiz rəy çox faydalı olacaq. Bütün bu fəlsəfi sualların və işgüzar düşüncələrin arxasında sadə, gündəlik işləri, istirahət və öz sağlamlığınızın qayğısına qalmağı unutmayın. İstənilən növ həddən artıq yüklənmədən çəkinin və öz-özünə dərman verməyin. Həkimlərin ən uzun təhsil almaları əbəs yerə deyil. Bürcün xüsusi məsləhəti, arzular edin, möcüzələrə inanın və artıq sahib olduğunuzdan həzz alın. Ola bilsin ki, iyun ayı balıqlar üçün ən əlverişli ay olacaq. Uyğun gördüyünüz kimi hərəkət edin, ən daxili arzularınızın ardınca get, onlar sizi inanılmaz yüksəkliklərə aparacaq. İndi gündəlik xırdalıqlara, boş işlərə laqeyd qala bilərsiniz, sizi böyük nailiyyətlər gözləyir. Bu o demək deyil ki, diqqətinizi yalnız biznesə cəmləməlisiniz, əksinə mümkün qədər dolğun yaşamaq lazımdır.
Kinoya, teatrlara, muzeylərə getmək, tətilə getmək, yeni tanışlıqlar etmək, dostlarla ziyafətlər keçirmək. Həyatınızı nə qədər asan və daha sevincli təşkil etsəniz, o indi sizə daha çox ilham gətirəcək. Təsadüfi söhbətlərdə bir fikir keçə bilər ki, bu inanılmaz nəticəyə gətirib çıxaracaq. Bu sevgidə gözəl aydır, lakin maliyyə sahəsi diqqət və ehtiyatlılıq tələb edəcək. İmpulsiv alışlardan və böyük investisiyalardan çəkinin. Bürclərdən xüsusi məsləhət, arzularınızı ancaq sizə dəstək olacaq insanlarla bölüşün.